Bugün sizlərə döş qəfəsində, ağciyərdə ən müasir icra etdiyimiz bir əməliyyat haqqında danışmaq istəyirəm. Xəstəmizə narkozsuz, intubasiyasız müasir ağciyər əməliyyatını icra etdik. Artıq bir gün sonra xəstəmiz kliniki sağalma ilə evə yazılır. Bu xəstəlik haqqında sizə məlumat vermək istəyirəm. Bu nə adlanır? Bu xəstəlik ağciyərin deşilməsi, ağciyərin sönməsi, yəni elmi dildə pnevmotoraks adlandırdığımız bir xəstəlikdir. Ağciyərin parenximası zədələndiyi zaman, deşildiyi zaman plevra boşluğunda hava toplaşır və bu hava ağciyərin sıxılmasına, tənəffüsdə iştirakın zəifləməsinə və nəticədə xəstədə təngənəfəsliyə və boğulmalara gətirib çıxarır. Bizim xəstəmiz də ilk öncə çiyin nahiyəsində olan ağrılardan, daha sonra artan təngənəfəslik və boğulma şikayətlərindən həkimə müraciət etmişdir. Rentgen müayinə zamanı xəstədə plevra boşluğunda hava, ağciyərin kiçilməsi aşkar olunmuş və xəstəyə intübə olunmadan, narkoz vermədən endoskopik NIVATS adlanan bir texnologiya ilə cərrahi əməliyyat icra olundu. Əməliyyatımızın müddəti 15 dəqiqə çəkir və xəstə xəstəxanada bir gün yatır. Bu xəstəliyin yaranma səbəbi haqqında sizə məlumat vermək istərdim. Ağciyər yaradılışdan elastik orqandır. Ağciyərdə heç bir problem olmadan ağciyər deşilməz, hava yığılmaz. Ağciyərin deşilmə səbəbi %80% hallarda ağciyərin bulyoz emfizematoz kistası deyilən bir xəstəlik var. Bu bullaların zaman keçdikcə böyüməsi və nəticədə ya travmadan, ya spontan deşilməsi nəticəsində plevra boşluğuna hava toplaşır və dediyimiz bir pnevmotoraks adlanan patoloji hala gətirib çıxarır. İlk öncə, yəni texnologiya inkişaf etmədiyi dövrlərə qədər bu əməliyyat icra etmək üçün xəstənin döş qəfəsi açılırdı, qabırğalar kəsilirdi, 3 gün xəstəxana şəraitində qalırdı. Bugün artıq texnologiyanın inkişafı bizə imkan verir ki, xəstənin döş qəfəsini açmadan, xəstəyə narkoz vermədən endoskopik yolla bu əməliyyatı icra edək. Göründüyü kimi xəstəmiz də müasir endoskopik əməliyyat icra olundu. Bir gün sonra artıq tam kliniki sağalma ilə xəstə evə yazılır.